İzləyicilər, əziz kimya sevərlər, sizinlə şagirdlərin ən çox əziyyət çəkdiyi mövzuda sualının bir izahı ilə qarşınızdayıq. İzah başlamamızdan ilk öncə kanalıma dəstək məqsədi ilə abunə olmağı və bəyənməyi unutmayın. Birinci sualımızda, 14-cü sualımız nə deyir? 25 cc deyir temperaturda 250 ml su götürülür və 60% A qabına, qalan isə B qabına boşaldır. B qabında 50 cc temperatura qədər qızdırılır və hər iki qabda A duzuna x qram həll edilir, doymuş məhlul yaradılır. B qabındakı məhlul tədricən soyudulur və 25 cc temperatura çatdığında 40 qram duz çökdüyü müşahidə olunur. X-i müəyyən edin. İndi bax, bunun birinci A qabındakı kütləni hesablayacaq. A qabında kütləsini hesablamaq üçün 250-ni 250'ni vuracağıq, 60'a böləcəyik 100'ə. Çünki 60%'ni töküb də buradan da aldıq 150. Deməli, A qabımızdakı kütlə nə qədərdir? 150. Buradan onda B qabımızdakı kütlə nə olacaq? 250'dən 150'sini çıxsaq 100 olacaq. B qabımızdakı da 100'dür. Hər ikisi nədədir? X qram maddə həll edir və B qabını 50 cc-yə qədər qızdırır. Sonra soyudanda 40 qramı 25 cc-yə, soyudanda 40 qramı çökür. Deməli, B qabında, yəni 100 ml doymuş məhlul almaq üçün 100 ml-də onun X-dan bu töküldükdən 40 qram çıxarmaq lazımdır. A qabında isə bizdə də 150-dir. Üzərinə elə X qram əlavə 150-dir və bunun da üzərinə X qram əlavə eləndə doymuş məhlul alınır. Biz buradan tənasüb qurub X-ini tapsaq, burada nə edəcək? Burada bizə 100 x bərabərdir 150 x minus 40. Burada 100 ilə 150 ixtisar gedirmi 50'yə? Burada qalır 2, burada da qalır 3. Bunu vurub açsaq 2x, 3, o da 3x, 3'ü də minus 120'yə. Məhsulları bir tərəfə keçirsək, bunu buradan da x bərabər olacaq 120'yə. Deməli, x-imiz nə oldu? 120. Bu qədər. Diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.